Bu evin gözəlliyi adamı heyran edir qardaşım. 3 sota yaxın torpaq sahəsində. Evin içi bir dənə təmir olunub Azad. Dəhşət də qardaş. Evimiz yerləşir harda? Maçdağı Zabrat yolunda 17 saylı Notariusun arxasında qapısına kimi asfalt, həyətində sanitar qovşağı. Gülçi əkmək üçün yeri saxlanılıb burada əkidi bir də. Evimizin sol tərəfindən arxasına keçidi var. Özdə ki, Azad. Sağ və sol tərəfdən də zirzəmisinə keçidi var. Zirzəmisinə girişi var. Betonlandır, bax bünövrəsi. Üstündən kəməri də betonlandı. Özdə pirqarotqaları isə betondur ya. Həm də ki, paket kupçadır. Özdə ki, qardaşım, məndə burada bəzi nüanslar var. Eyvanlıdır. Çardağına çıxışıdır. Bax, fasad var ha, fasad. Evin fasadı. Dekorativ fasaddır da. Yəni bu zəmanətdir. 10 il bu fasada heç nə olmuşsa. Yağışda, qarda falan filan. Özdə ki, ətrafdakı prestijli məhəllədir də bura. Qəşəng evlərdir. Gəl daxil olaq evin içinə, qardaşım. Otaqlarla tanış ediyor. Özdə həyət darvazamız da pultla idarə olunandır. Bax, geniş dəhlizimiz. Qəşəng gözəl dəhlizimiz. Qəşəng dekorlar, çılçıraqlarımız da asılıb. Düzgün orada qardaşım. Gəl, bura girək. Bura bizim bəh. Qonaq otağımızın genişliyinə bax. TV standına bax. Azad deyir ki, qonaq otağımız stadiondur. Əziz izləyicilərimiz, bu evdən bir neçə dənə evdə çıxmışdı satışa. Satıldı, bir dənə bu qalıb. Məncə almağa tələsin, çünki həqiqətən dosta qardaşa qismət olsa evdir. Mətbəximizdir, mebelin altı da, görürsünüz, kafel saxlanılıb. Özdə ki, eyvanın çıxışı var idi mətbəxdən. Gəl bura, qardaş. Bura bizim uşaq yataq otağımızdır və Azad. 2 dənə də geniş yataq otağımızdır. Bu da ki, sonuncu yataq otağımızdır, qardaşım. Bu da evimizin arxasındakı genişliyi gördünüz. Hamma otağını çək, isti döşəmə, asma tavan, qardaşım, aksesuarlarımız da yığılıb. Bir dənə kombi qoyacaqsan bu ev, bir də mebel yığacaqsan. Start qiymətimiz 128.000 manat, 128.000 manat. Real alıcıya 128.000 manatdan əziz izləyicilərimiz endirim olunacaq inşallah. Tələsin də almağa, paket kupsadır, keyfiyyətli evdir, gözəl evdir. Xahiş edirəm bu evi gəlib baxanda mütəxəssislə gəlin baxın. Görsün ki, necə ev keyfiyyətli olur. Sağ olun, bu günə bu qədər.